Hadisə baş verəndən sonra sən hara qaçdın gizləndin? Mən o hadisə yerindən qaçdım, o üzüm bağını görsən, oradan belə qaçdım, gəldim bu ağacın dalında gizlənmişdim. Mən sana dedim. Bu ağacı. İstədim birinci yuxarı çıxsam bildim ki, hamı oradan görəcək məni. Sonra elə buradaca yapılacağınca oturmuşdum, beləcə baxırdım o yüzden. Hətə baxın. Belə düzünə baxdım, sonra həm sağa baxırdım, həm sola baxırdım. Sonra gördüm orada bir dənə it var. Daşı götürdüm, belə it atdım. İt nə vardı mənə? İt də beləcə qaçdı ağzına, belə eləyir. Yaxşı, saxla. Hadisənin aşı nətər oldu? Heç nə hadisə də ki, yenə Qaradağa getmişdim kubik gətirməyə, Kamazla. Nəsə bir dənə makinoform var, o vaxtı sam asfaltı satanda sam asfaltın içindən söymüşdüm. Sam asfaltı da tez almışdım, yağın içindəydi. Bir dənə də siqnal qoydumuşdum ona. Biri bara. Sən öl. Gəldim elə evə çatmışdım, gördüm xaloğlu bir dənə makinofon aldı, kasetlə o vaxt. Əmoğlunun olunbirindən də bir dənə mən kasetə uğramışdım. Buradan da əmoğluya salam söyləm. Elə həmin makinofon takmışdım da mən də o Kamaza. Nəsə o vaxtda bir dənə təzə mahnı var idi, o mod idi, hamı da ona qulaq asırdı. İbrahim Tatlısəsin Bəbəyin mahnısı. Elə Bəbəyin mahnısına qulaq asırdım, bir eski gördüm ki, belə elə bax. Ayaq saxla, hadisəni danış. İşte onu danışam belə. Kasetə taxdım belə ruşkanı, belə elədim ki, bu dolaşığını açım da. Reski bu başımı qaldırdım ki, yolun ortasında qəza olub. Əlimi atdım tornuza, beləcə tornuz tutmadı. İstədim belə sağa çəkəm, sola çəkəm, gördüm sağda bir 10-15 nəfər durubdu astanovkada. Solda da bir dənə qoca kişi var, harca olardı 80, 90, belə 100 olmaz da, 100 olmaz. Gördüm durub orada, dedim bu yazıqları bu 10-15 nəfər adamdır. Bunu qırdığıma sola çəkərəm, bu 80-90 yaşı var da öz aramızda. Bu nə yaşayacağından sonra. Dedim elə bunu öldürüm. Yaxşı, onu başa düşdüm. Mən nə oldu? Axırda nətər oldu ki, sən 15 nəfərin hamısını əzibsən? Heç nə, mən də elə fikirləşdim ki, bu ağsaqqalı öldürüm da, bu cəmaatı nə qırıram ki? Yaxşı, bəs sonra nə oldu? Elə mən ağsaqqala çatana yaxın, ağsaqqal da durmadı orada. Qaçdı girdi o 10-15 nəfərin içinə. Mən də baxdım gördüm ağsaqqal yoxdur orada, ağsaqqal buradadır. Mən də sürdüm ora. Nə? Müəllim, çəkilişimiz qutardı, mən gedə bilərəm evə. Gəl, mən səni evə aparacağım, gəl. Bizim mənə nə qədər var gec çatmamızdır? Bilsəydim maşınla gedərdik. Belə yaxşıdır, gəzirik də. Bəlkə oyun oynayaq gedə. Nətər olur? Mən sənin belindən minəcəm, sənin belində mahnı oxuyacağım. Sən də məni aparacaqsan. Mahnı qutaranda belindən düşəcəm. Sonra sən mənim belimə minəsən. Mən səni aparacağım, sən mahnı oxuyasan, mahnı qutaranda düşərsən. Yaxşı? Heç nə, yaxşı, mən razı. Onda birinci mən minəm. Yaxşı. Pəncərədən daş gəlir, ay bəri bax. Umar gözdən yaş gəlir. Ay bəri bax, bəri bax. Belim qırıldı, sən nə çəkil olsan, ha? İndi mən növbəmdir. Elə bir maraqsız oyundur elə, bəlkə oynamayaq. Yox, nə oynamayaqsın? Qəşəng öldü, gəl görməyə məni. Yaman aman, yaram aman, ay aman aman, Qutarmadı mahnın. Yox, hələ mahnının yarısına çatmışıq. Hələ qabaqda Deda Niyə cəhənnəm ol bu da? Hələ yesin, çıxabazlıq eləmə. Niyə cəhənnəm ol? Hangi? Bu neyir? Yox, bundan soruşacağım, o niyə eləyə gəzir? Salam, ay qardaş. Salam ey. Qadanam, olay sabit sual verim. Buyur ver. Qaqa, xətrinə dəyməsin, bir söz deyəcəm. Sən başın işləyir. Ona danışıq, nə deyəsən, işləyir, nə işləmir ki?
Yaxşı, sən dəlixanadan zaten qaçmırsan. Yok yok. Sən qadan al, bayaqdan arxından gəlirəm. Və sən niyə belə gəlsən? Körsən görmüşsən uşaqlarla parkdan gəlirəm. Uşaqları gəzdirməkdən gəlirəm. Məndən məzələnsən sən. Burada şox var. Körsən görmüşsən uşaqları. Uşaqlar parkda qalıb. Valla vuracağım. Allah'ım. Çölde kalan mal karanı dama saldım ay bamoğlu. Salam ay konuşuyorum. Arkadaşlar ne var ne yok? Heç nə qonşuna qalacam, yer belirəm, məkin açacağım. Ha, maşallah, maşallah, maşallah. Qonşu, bu kənddə sənin torpağın kimi torpaq yoxdur. Bu torpağa nə qoyarsan 5-ini götürərsən. Eləmi? Hə, qonşu, buna nə qoyarsan 5-ini götürərsən. Çox bərəkətli torpaqdır. Sən buna bir dənə kartof qoy, 5-ini götür. Bir dənə soğan qoy, 5-ini götür. Yaxşı, hələ danışsan. Nə oldu ha qonşu, nə oldu? Bayaq doğrudanmı nə qoysan 5 dənəsini götürürsən? Hə qonşu, çünki sənin torpağın verimli torpaqdır, xam torpaqdır. Ay, bana qalacam, o nə pis oldu, bana pis oldu. Niyə qonşu, nə oldu? Ay, qaynanam məni bezdirmişdi. Öldürdüm, bura bastırdım. Ay bamoğlu. Ay, sən də mənə deyirsən ki, bu torpağına qoysan 5-ini götürərsən. Ay, mən bu filtənin birinə dözənmirdim, 5-inə də dözəcəm, ay, baba. Hadi. Sana şal xəbərim var. Nə olub, hə? Bilsən mi nə olub? Nə olub, hə? Nə olub? Ya da durub bir dənə oyna deyim. Qadınla oynamaq satın, nədir? Bir dənə sözdür, nə görüm, nə olub, nə məsələdir? Demirəm, oyna sonra deyim. Heç nə yox, oynayım da. Oldu. Herkesten sözü giden önce ben nefesim kesildi. Az oldu, bir dənə oyna sonra deyəcəm. Hadi məzələm yox, çarda bir iki olasın öldüm ben. Bu elə sözdür ki, oynamalısan, mümkün deyil. Yaş verme ağımı, ver. Delen, öyle bir şey delen. Hazır ol. Mən bu yay Gürcistana gedirəm. Çok sağ ben yavaş yavaş geliyorum. Çok Yaxşı. Növbət elədik, danışdıq. Hani mən nə axtarsınız siz? Hani bunu axtarsınız? Penceremi axtarım, baxın mən pencereden gelmiştim. Ay mənim, gerçekten sözünü deyil. Pencər üstünüzdədir axı. Ay sağ olasın. Demeseydiniz, ben bu soğukta penceresiz nereye gidecektim ben?